Şeytanın ayağını qırdım, nəhayət bugün başladım yenidən yürüyüşə. Yürüyüşdən elə ac gəlmişdim ki, özümə tez bazar yemək hazırladım və gəldim iş masama. Yeməyim özünü tutana qədər dedim qoy biraz makyaj eləyim, çünki səhər 7-də oyanmışdım və özümü çox şən və gümrah hiss eləyirdim. Həm də bugün zəngləşmələrim var idi. Dedim bugün gözəl görünüm. Elə yeməyimi yeyə sizdən gələn mesajları da cavablamağa başladım. O qədər yazırsınız ki, hər biriniz çox sağ olun, amma vaxt baxımından yalnız səhərlər cavablaya bilirəm. Sonra gəldim mətbəxə, paltarları atdım yoyulmağa. Bugünkü menyumda kələm dolması idi. Dolmalarımı bükdüm və hələ yanına dovğa da elədim. Hər kəs çox bəyəndi. Sahib də məktəbdən gəldi, yeməyini yedi, biraz oyun oynadıq, sonra getdi dərslərini eləməyə və mənim də günüm yekunlaşdı. Artıq istirahət etmək zamanıdır.